Salam dostlar. Salam. Bugün sizlerlə beraber qəribə meyvə şirələri, kofe, matcha, yəni belə şeylər probe edirik. Nə cəmi ümumilikdə nə deyim onu bilmədim, ona görə belə dedim. Olsa yəni bizim evə nə vaxt baxırsınız ki, buralarda məsələn kofe var, burada da kofe var bir dənə. Sonra yəni isidirik, hazır olur. Sonra burada belə bir meyvə şirələri var. Sonra burada su var, su gəlir. Burada yenə su var, burada süd var. Yəni ev doludur. Hələ yuxarıda o idman falan elədiyimiz yerdə çox doludur, su falan, hamısı, hər şey var. Bəli. İndi belə qəribə şeylər probiləyəcəyik. Bu arada mən bura meyvə ilə dolmuşam. Bilmirəm o biri videoda var idi. Görmüşdü və ya yox, amma alıb qoymuşam yəni. Hamısını yeyəndən sonra qoymuşam. Demək, indi qəribə tariflər var telefonumda. Mən onların hamısını bir-bir hazırlayım və bəzilərini almalı olacağıq. Onları internetdən zakaz edeyim. Onlar gəlsinlər və mən də hazırlayım, bitirib o an kameranı açacağam. Bəli dostlar, biz indi bura çətin də olsa hamısını tapdıq, elədik, hazırladıq, yığdıq. Masada hamısı görünməsə də o qədər şey yığmışıq ki, yəni çətin oldu masayı yığmaq. Ona görə biraz səliqəsiz oldu və bunu bura qoyduq ki, bunun üstünə yığaq, sonra bunu artıq qoyacağıq öz yerinə, öz yeri yoxdur əslində. Yəni hara gəldi qoyacaqsa, artıq bilmirəm. Hər nəysə, bunu böyük ehtimal indi necə tapdıq bunu. Bunu necə tapdığımı mən özüm onu da bilmirəm bu arada. Sadəcə tapdığımızı bilirəm də. Hər nəysə, başlayaq. Demək, birinci nədən başlayaq ki? Birinci bu soklardan başlayaq. Tamam, soklardan başlayaq. Soklar bunlardır. Tamam. İndi bunlardan başlayırıq. Bunlar mənə çox maraqlı gəlir, çünki hamısı belədir, karakterlər var. Bəli. Ən sevdiyim kimdir? Cheong. Chromi. Tamam, al. Və ən sevdiyim karakteri götürdüm və dadına baxırıq. Çox dadlıdır. Doğrudan da çox dadlıdır. Cheong da mən də buna bayıldı. İndi mən Chromini, Cheong da mənim favori karakterimə baxacaq. Cheong bu çox qəşəngdir. Dani, sənki də bombastikadır. Bəli. Şimdi bunlara baxdıq. Bunları nə edəyik? İndi hara qoymalıyıq? Şimdi bunları qoymağa bir şey tapmalıyıq. Yer tapmalıyıq. Cheong. Dostlar, bizdə masalar bitmir. Bəli. Yenə birini tapdım, qoydum ki, buraya artıq şey elədiklərimizi qoyum. Bu içinə neçə versən Cheong? İkisinə də 10 üzərindən 10. Bəli dostlar, mən də ikisinə 10 üzərindən 10 verirəm. İndi mən Hello Kitty-ni probe eləyəcəm. Sən də istəyirsən də bunu probe elə. Çox dadlıdır, bəli. Ne dəyişək? Mən yenə ikisinə də 10 üzərindən 10 verirəm. Mən də. Sonra qaldı bir dənə. Bu da çox dadlıdır. Sadəcə o birilərin yanında 10 üzərindən 9 qalır. Yenə çox dadlıdır. Sadəcə yəni o birilər bir başqaydı. Bəlkə də o birilərə. Bunu da qoyaq bura. İndi belə bir kofe falan, kofe kimi bir şey var. Bunu özümüz hazırlamışdıq. Çox dadlıdır bu. Çox qəşəng dadı var. Buna mən bayıldım. Məncə həmişə bunu
Bəli, bunu böyük ihtimal hər zaman hazırlayacağam. Çeonq, bax. Dostlar, bunun da çox qəşəng idi. Yəni o qatı bir dadı yoxdur. Yəni tam bir kofe deyil. Ya başqa bir şey də deyil. Çox gözəldir məncə. Mən bəyəndim 10 üzərindən. Bəli dostlar, mən də 10 üzərindən 10 verirəm. İndi bunu mənim ən sevdiyim bu arada mavidir və gəldi. Və birinci bu çox dadlıdır. Çeonq, tez sən də bax. Doğrudan da çox dadlıdır. Bəli, yenə bunu 10 üzərindən 10. Bu bayıldım. Biraz daha içdim. İndi belə bir çiyələkli milkshake'imiz var. Çiyələk və böyük ihtimal sütü. Bunu özümüz hazırlamışıq. Böyük ihtimal niyə deyirəm bilmirəm. Bunu Çeonq hazırlamışdı. Birinci mən baxıram. Bu çox dadlıdır. Çeonq. Nə oldu? Çox dadlıdır. Siz mən də baxmalıyam. Doğrudan da çox dadlıdır. Hə. Ver bunu, mən devam edəcəm. Dostlar, ondan onu mükəmməl idi. Yəni buradakı desən hər şey bəyənəcək. Bəli, indi sıra gəldi buna. Bunu heç bəyənmədim. Çeonq, alsan da bax. Mən də bəyənmədim. Buna 10 üzərindən 2 verirəm. Mən də ikimiz də 10 üzərindən 2 veririk. Bəlkə o birinə ağız tadımız düzələr. Bəli. İndi buna bax. Çox dadlıydı. 10 üzərindən. Bəli, ikimiz də 10 üzərindən 10 veririk. İndi bunlardan devam edeyim. Bunları zakaz eləmişdim. Bunlar olsa biz normalda da içirik bu elimdə olan içini, amma bu Çeonqun əlindəkini heç içməmişik, ondan baxacağıq. Bunlar çox dadlıdır. Biri matchadır, biri kofedir, bubble tealərdir. Mən genəlliklə matchanı, Çeonqda kofeni, əlində bu dəyişir hər dəfə. Bəli. İndi hər öz favorisindən başlasın. Doğrudan çox dadlıdır, indi dəyişək. Bəli, bunları bəyəndik, onsuz da bəyənirdik. Çox dadlıdır. Tadını da çox dadlıdır. Mən bubble tea'ni çox xoşlayıram. Bu arada bunların üçünə də 10 üzərindən 10 verdik ikimiz də. Burada mango var. Bəli, mangolu bir. Çox dadlıdır. Bu da 10 üzərindən 10. Zaten mən 10 üzərindən 9 verirəm. Çeonq 10 verdi, sadəcə mən o qədər də bəyənmədim. Mən bəyəndim. Sadəcə öbürlərin yanında o qədər də yaxşı deyil. Yaxşıdır. Sadəcə deyil. Yaxşıdır, deyil. Yaxşıdır, sadəcə bu birlər qədər yox. Amma belə yaxşıdır. Bəli, buna yenə ikimiz də 10 üzərindən 10 veririk. Dostlar, Çeonqun seçimlərini mən deyirəm. Çünki mən Çeonqun zövqünü bilirəm. Çeonq neçə verəcəkdim buna? 10 üzərindən 10. Gördünüz, mən bilirəm də, mən deyirəm. Bu matcha, çiyələkli matcha mənə çox maraqlı gəldiyi üçün onu sona buraxacağam. İndi buna baxacağam. Bunun bənzəri var idi, içmişdik, bəyənmişdiyimi, bəyənməmişdik, bilmirəm. Dostlar, biz ikimiz də bunu heç bəyənmədik. 10 üzərindən 1. Mən də 10 üzərindən 0. Bəli. Tez bunu içib dadına baxma. Çeonq!
oldu Dani? Çayong bu çok tatlıdır. Bakın. Dodum çok tatlıdır Dani. Çayong. Dani. Çayong. Ben bunu bitirdim. İkimiz de biz buna bayıldı. Mükemmeliydi. İndi sıra geldi mənə ən maraqlı olan. Biriniz çayong dadına baxın. Evet çayong. Muhteşemdi. Çayong. Ne oldu? Bu çok tatlıdır. Buna 10 üzerinden 1000 belə verə bilərəm. Ən favorim bu oldu. Bəs sənin çayong? Mənim də favorilərimdən biri bu oldu. Bəyəndim. Mən də bəyəndim. Dostlar, bir video daha sonlandı. Bu video bu kadar idi. Eğer videomu beğendiyseniz like atıp kanala abone olmayı unutmayın. Bu videonun ikincisini gelmesi için ikincisi gelir ama biz bütün qəlbi soxları aldığımıza göre ne edəcəyik? Böyük ihtimal başka yerlerden de baxarıq artıq, başka mağazalarda falan. O zaman çox mağazasına baxdım. Bu mağazalar az vardı. Çoxunu özümüz hazırlamışıq. Yenə də çok tatlıydı, beğendim. Sadece ikisini beğenmedik. Lezzetliydi. Videomu izlediğiniz için teşekkürler. Bye bye. Bye.